Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi yenidən. Rəsmi sertifikasiya qəbul suallarının 10-cu hissəsindən qarşınızdayıq. Artıq 9 hissə ardıcıl olaraq kanalda yerləşdirilib. Mütləq baxmayan müəllimlər ardıcıl olaraq həmin hissələri izləsinlər və indiyə qədər keçirilmiş sertifikasiya imtahanında bütün seanslarda düşən sualların izahları sizə bir neçə hissədə təqdim olunub. Vaxt itirmədən keçək suallarımızın izahına. Bu suallar son keçirilən sertifikasiya imtahanında düşən suallardır. Bildiyimiz kimi artıq sertifikasiya imtahanında proqram dəyişib, yəni yeni artırmalar var. Bura fəza fiqurlarıdır, faiz məsələləridir, ədədin bölünənləri, onluq kəsirlər və s. Yəni miqlə tam eyniləşib. Birinci sualımız da elə fəza fiqurundan bağlıdır. Kubun bir üzünün perimetri 28 cm-dir. Kubun həcmini tapın. Əvvəlcə gəlin kubu xarakterizə edək. Yəni kub hansı fiqurdur? Bunu müxtəlif formada çəkə bilərik. Kub bütün üzləri və bütün tilləri bərabər olan fəza fiqurudur. Kubun 6 üzü var. 6 üzü var. Sonra 8, 1, 2, 3, 4, 5, 6, 7, 8 təpəsi var. 8 təpəsi var və neçə tili var? 4 yuxarıda 12 tili var. Bu bizdən anlayışlarıdır əsas. Bunlar da bu formada soruşula bilər. Müəllimlər, kubun bütün üzləri kvadratdır. Yəni altdan üzün hər biri kvadratdır. Bax, üzün birini burada çəksək, bu bir kvadrat deməkdir. Ona görə bir kvadratın tərəfi A-dırsa, bunun sahəsi S bərabər A kvadratıdır. Və kubun üzü 6 dənə kvadratdan ibarət olduğuna görə ümumi səthinin sahəsi S bərabər 6A kvadratıdır. Bir tili A-dırsa, onda həcmi V bərabərdir A-nın kubu. Bu anlayışları dedim ki, yəni bu bəs eləyir ki, bax bu sualın izahı bəs eləyir ki, sizin kub haqqında bütün təsəvvüratınız yaransın. Təbii ki, ibtidai riyaziyyat həcmindir. İndi bir üzünün perimetri 28 cm-dir. Az öncə dedik ki, kubun bir üzü kvadratdır. Kvadratın perimetri 28 cm-dirsə, 28-i bölürəm 4-ə bərabərdir 7 cm. Bunun bu bir tərəfidir. İndi yəni tilidir. A bərabərdir 7. İndi bizdən həcmini soruşur. V bərabərdir 7-nin kubu. 7 dəfə 7 49. 49-u da 7-yə vuranda elədi 343. Doğru cavab B variantı. Növbəti suala baxırıq. Növbəti sualımız qalxı bölmə ilə bağlıdır. Mən səhv eləmirəmsə bütün hissələrdə qalxı bölmə ilə bağlı sual var. Bu da onu göstərir ki, qalxı bölmə hər imtahan mütləq düşəcək mövzular sırasındadır. Demək, buradan A bölünsün 8, natamam qismət M, qalığımız da bura bir şu hərfi yazıram, deyir bölünənin ən böyük qiymətini tapın. Bu qollu bölmədə komponentlərin yerini sadalasaq, bölünən, bölən, natamam qismət qalıq. Qalxı bölmə əməlində qalıq hər zaman böləndən kiçik olmalıdır. Ən vacib cümlələrdən biridir bu bölmək üçün. Və ən böyük qiymətini deyirsə, bizim burada bölənimiz 8-dirsə, demək qalığımız 8-dən kiçik ədədlər alınacaq. Və 8-dən kiçiyən böyük ədədimiz elə 7-dir. Onda biz qalıq bərabərdir 7 götürürük. İndi bölünənimiz, yəni A bərabərdir 8 vurulsun 5, üstə gələk, qalığın da qiyməti burada bərabərdir 7, üstə gələk 7. A da bərabərdir 8 dəfə 5, 40, 40-a da 7-yə vuranda 47. Doğru cavab elədi D variantı. Növbəti, üçüncü sualımız diaqramla, dairəvi diaqramla bağlı olan sualdır. Quruluşu ola bilər müəllimlərə biraz çətin gəlsin, amma qeyri-adi heç nə yoxdur. Diaqramda 3, 4 və 5 alan şagirdlərin sayı verilib. Hansı ki, burada bu faizlə bizə göstərilib. Sinifdə 25 şagird varsa, 3 və 4 alanların cəmi 5 alanların sayından nə qədər azdır? Ümumiyyətlə, diaqram sualları yeni bir bölmə deyil. Bildiyimiz məsələ tipləri var ki, yaş məsələsidir, surət məsələsidir, ədəd məsələsinin digər növləridir. Bunlar sadəcə bizə diaqram formasında təqdim oluna bilər. Bu diaqramlar da dairəvi diaqramlara bölünür, sütun qrafiklərinə bölünür və s. Bu da bildiyimiz bir faiz məsələsidir, bizə dairəvi diaqram üzərində verilir. İndi bizə göstəricilər faizlə verilib, ümumi sayı verilib 25. Biz bu faizlərdən, göstəricilərdən istifadə edib 3, 4 və 5 alanların sayını
konkretləşdirə bilərik. Əvvəlcə 3 alanların sayını konkretləşdirək. Ümumi bu 25 nəfərimizin 3 alanları 12%. Demək biz 25-in 12%-ni tapacağıq. 25 vurulsun 12 bölünsün 100 bərabərdir. 25 25-ə 1, 125-ə 4, 12-də 4-ə böldük. 3 nəfər. 3 nəfər, bura yazıram 3 alan. Sonra həmin bu 25 nəfərin 28%, bu da ədədin faizinin tapılma qaydasıdır. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. 25 25-ə 1, 125-ə 4 bərabərdir. Bura yazıram 7 nəfər. 7 nəfər. Bu 7 nəfərdə 4 alandır. Qaldı burada 25 nəfərin 60%-i bölünsün 100. İndi burada 25 25-ə 1, 125-ə 4, 4 4-ə 1, 60-da 4-ə 15. Bərabərdir 15 nəfər. Bu 15 nəfər də 5 alan şagirdlərdir. Bütün faizləri hesabladıq, dəyərli müəllimlər. Bizə deyir ki, 5 alanların sayından nə qədər azdır? 3 və 4 alanların cəmi. 3 və 7. Toplayıram 3 üstəgələ 7 bərabərdir 10 nəfər. Bu 10 nəfər 15 nəfərin sayından nə qədər azdır? 15 nəfərdən də 10-u çıxıram, bərabər qalır 5 nəfərə. Doğru cavab elədi D variantı. Növbəti sualımıza baxırıq. Növbəti sualımız çevrənin xaricində çəkilmiş kvadratla bağlıdır. Başqa cürdə isə kvadratın daxilinə çəkilmiş çevrə. Bizə deyir ki, diametri ilə radiusunun cəmi 36 cm olan çevrə. Əvvəlcə gəlin biz bu çevrənin radiusunu və ya diametrini tapaq, sonra o kvadrat məsələsinə toxunarıq. Bu bizim hər hansı bir çevrəmizdir. Bu çevrənin radiusu var və bu da diametrdir. Ümumiyyətlə bir diametr bərabərdir 2 dənə radius. Bizə deyir ki, diametri ilə radiusunun cəmi 36 cm-dir. Yəni diametr üstəgələk radius bərabər 36 cm. Bu diametrdə 2 radius olduğundan 2 radius üstəgələk 1 radius bərabər 36, 3 radius bərabər 36, radius da bərabər 12. Biz radiusun 12 cm olduğunu tapdıq. Diametri də buradan gətirib 24 cm olduğunu tapmış olarıq. Bunu özümüz üçün müəyyənləşdirdik və dəqiqləşdirdik. İndi kvadratı çəkirik. Kvadratımız bu formadadır. Bu çevrənin xaricinə çəkilib, başqa cürdə isə kvadratın daxilinə çəkilib. Eyni şeydir. Kvadratın daxilinə çəkilmiş çevrə ilə bağlı və ya çevrənin xaricinə çəkilmiş kvadratla bağlı bilməli olduğumuz ən vacib qayda bundan ibarətdir ki, bu kvadratın tərəfi çevrənin diametrinə bərabərdir. Və bu da suala baxanda, şəkili görəndə bizim üçün tam aydın olur. Həqiqətən də, bax, bu çevrənin diametri budursa, kvadratın tərəfi də budursa, yazıram diametr bərabərdir tərəfə. Diametr bərabərdir tərəfə. O zaman tərəf də bərabərdir nəyə? Tərəf bərabərdir 24 cm. Amma bizdən eyni zamanda bunun perimetrini soruşur. Tərəf 24-dürsə kvadratın da perimetri 4-adır. Yəni tərəfini 4-ə vuracaq. Bütün tərəflər bərabər olduğundan 24-ü də 4-ə vuracaq, eləyəcək 96 cm. Doğru cavab elədi müəllimlər. Y variantı. 5-ci sualımıza baxırıq. 5-ci sualımızda faizdir. Bildiyimiz kimi artıq sertifikasiya imtahanında faiz məsələləri də düşür. 35 faizi 105 olan ədədin. Bayaq o diaqram sualında ədədin faizinin tapılması idi. Faizlə bağlı 3 əsas qayda var. Ədədin faizinin tapılması, faizinə görə ədədin tapılması və 2 ədədin faizinin tapılması. 2 ədədin nisbətin faizinin ifadəsi deyə bilərik və 2 ədədin faizinin nisbətinin tapılması da deyə bilərik. Burada isə faizə görə ədədin tapılmasıdır. 35 faizi 105 olan ədəd. Bunu tənasüblə də yaza bilərik, x ilə də yaza bilərik və ya birbaşa qaydanı da tətbiq edə bilərik. Dəyərli müəllimlər, faizinə görə ədədi tapmaq üçün həmin ədədi, yəni burada 2 cür ədəd var. Bir faiz göstərən ədəd, bir də adi ədəd. Yəni bu ədədi 100-ə vurub faiz göstərən ədədə bölürsən. Faiz göstərən ədəd, yəni yanında faiz işarəsi olan ədəd deməkdir. Bölürsən 35-ə. Bərabər eləyirik buradan. 35 35-ə 1, 105 35-ə 3 dəfə. 3-ü də vuranda 100-ə elədi 300. Bu ədədin də 2-də 1 hissəsini tapırıq. 300-ün də 2-də 1 hissəsi 302-yə böləndə elədi 150. Doğru cavab elədi hansı variant? B variantı. Bu qədər dəyərli müəllimlər. Kanala abunə olub paylaşmağı unutmayın.
Bu qəbul sualları sizlər üçün təmənnasız paylaşılır sizə kömək məqsədi ilə. Yeni sertifikasiya imtahanı verəcək müəllimlər, MİQ imtahanı verəcək müəllimlər, eləcə də özünü təkmilləşdirmək istəyən bütün ibtidai sinif müəllimləri üçün keçərlidir. Yeni qrupumuz, endirimli qrupumuz 5 günə dərsə başlayacaq. Qoşulmaq istəyən müəllimlər bu qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Sağ olun müəllimlər. Növbəti izahlarda görüşərik. Hələlik.